Görək biz samitlərdən nələri bilməliyik? Uşaqlar, bizim dilimizdə neçə samit hərf var desək, o dəqiqə nə yazacağıq? 23 samit hərf var. Amma neçə samit səs var desək, Nilüfer nə deyəcəyik? 25 samit səs var. Deməli, hər hərf bir səsi bildirir, amma burada 2 dənə artıq qaldı. Bu artıq qalanlar hansılar uşaqlar? K ştrix və yaxud da X ştrix. Yəni, biz bunu X ştrix deyirik elə belə özümüz şərt olaraq, amma əslində oxuyanda necə oxumalıyıq bunu? İ. Yəni, Y ilə H-nın biraz qarşığı. Və o qədər dərinliyinə getmək lazım deyil. Əsas odur ki, bu görünüş cəhətdən bunları tanıyırsınızmı? Və siz bunu görəndə X kimi tələffüz eləməyin. Bir də uşaq o ibtidai olur. Elə bilir, buna fikir vermir, çiçək. Yox, necə deməliyik? Çiçək. Sadəcə biraz qalın Y yox, biraz incə Y formasında deməliyik. 23 samit hərfimiz var, 25 səsimiz var. Görək, bunlar samitlərdə neçə yerə bölünür uşaqlar? 2 yerə, çar, cingiltili. İndi sizə sual verə bilərəm. Biz niyə görə samitləri 2 yerə bölürük, çar və cingiltili? Hansı prinsip əsasında? Yox. Yox, o saitlə samit idi ayrılır. Samitlərin özü neçə yerə bölünür? Bəli. Küy və avaza görə. Nədir söhbət? Uşaqlar, qaydada belə yazılıb. Səs tellərinin iştirakına görə samitlər 2 yerə bölünür. Nəyə görə? Səs tellərinin iştirakına görə. Səs telləri təxmini yerləşir, buralarda bu hissədə yerləşir. İndi biraz yuxarı ola bilər, biraz aşağı ola bilər, dəqiq deyə bilmərəm, amma bu hissədə yerləşir. Samitlərdə 2 yerə bölürük, çar, cingiltili, düzdür. Bu cingiltili samitlər var ha. Səs tellərinin digər adı da avazdır. Bu cingiltili samitlərdə hava axını hardan gəlir? Ağciyərdən yaranır, nəfəs borusu, nə bilim, gəlir, burada səs tellərinə toxunur və çıxır. Deməli, cingiltili samitlərin yaranmasında nə iştirak etdi? Səs telləri. Amma bu çar samitlərdə hava axını ağciyərdən gəlmir. Heç bu nəfəs borusu, heç bir əlaqəsi yoxdur. Burayla da heç bir əlaqəsi yoxdur. Çar samitlər birisi harda yaranır? Nəyin içində yaranır? Ağzın içində yaranır və çıxır. Deməli, samitləri neçə yerə böldük? Nəyə görə 2 yerə böldük? Səs tellərinin iştirakına görə. Gülay, səs telləri iştirak edən samitlərimiz nə oldu? Səs telləri iştirak etməyənlər nə oldu? Çətin bir şey var burada. O, belə bir nümunə deyirlər. Deyirlər ki, şamı qoydun, cingiltili samitləri dedikdə şam sönmür. Çar samitləri dedikdə şam sönür. Bu təbii ki, elə bir, görə bunun məntiq əsası varmı? Var. Niyə? Cingiltili samitlər hardan başlayırdı? Ağziyədən başlayırdı, gəlirdi, elə bir biraz sürəti, tempi zəifləyir, değil mi? Və istərsəmiz tempi zəiflədiyi üçün o şamı söndürmürdü. Amma çar samitlər harda yaranır? Ağzına çıxan kimi elə sürətli şəkildə də şamı söndürə bilir. Yenə də deyirəm, bu nisbidir. Götürüb nə imtihana şam aparan deyilik, nə bir şey. Sadəcə o məntiqini sizə izah edirəm. Çar və cingiltili. Bu 25 dənə çar və cingiltili samitlərin 5-inin qarşılığı yoxdur. Hansıların? El, em, en, er. Cingiltilidir, çar qarşılığı var? Yoxdur. Hı, hedə, çardır, cingiltili qarşılığı yoxdur. Deməli, 5-inin qarşılığı yoxdur. Yerdə qaldı neçəsi? 20-si. Deməli, bu 20 samit bir-birindən qarşılıq təşkil edir. Neçədən cütlüyümüz olacaq? 10 dənə. 10 cütlüyümüz var. B, cingiltili, çar qarşılığı olacaq? P. D, cingiltili, çar qarşılığı olacaq? P. D, T, C, C, V, F, Z, S. Beləliklə, bu formada da C'dir. İndi, deyin görüm utanmadan, çar samitləri əzbər bilməyən və yaxud da cingiltili samitləri əzbər bilməyən varmı? Mütləq deyil, əzbər biləsiniz. Ən azından görəndə bilirsiniz, bu C, çardır yoxsa cingiltilidir. Elə biri varsa, əslində bu vaxta kimi onu bilməliydiniz. Bizim bir cümləmiz var. Orada işlənən cümlələr, samitlərin hamısı nədir? Çardır. Ondan yadınız. İmtihana getmişsən, yadınıza saxlayın, siz 11-siniz, sizə heç vaxt imtihanda düşməyəcək ki, qəhrəman. Bu çar yoxsa cingiltili düşməyəcək. Amma onu tanımasan, elə bir sual çıxar, onu yaza bilməzsən. Məsələn, bir söz verib, deyir, fonetik xüsusiyyətlərlə bağlı səhvi tap və yaxud da düzü tap. Yazıb, falan səs çardır. İndi həmin həyəcanda yadıma düşmürsə, sən bu cümləni məntiqsiz olsa da bu cümləni yadında saxlaya bilərsən.
çox hasta. Üstəgəl xışdırıq və qaşdırıq. Baxın, neçə çar samitimiz var? 11 dənə çar samitimiz var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Hamısı burada var. Fikri Paşa çox hasta. Yadında saxladın. Hansılar yoxdur? Ştrixlər. Xışdırıq, qaşdırıq. Bunlar hamısı necə samitlərdir? Kar samit. İndi sizə düşsə ki, Fazil, yadından çıxıb imtahandasan. C kardır yoxsa zingiltlidir. Baxacaqsan, bunların içində C yoxdur. Deməli nədir? Zingiltlidir. Bunların içində D yoxdur. Deməli nədir? Zingiltlidir. Belə. Fikri Paşa çox hasta. Yenə də deyirəm, bu elm deyil, amma mən bunu yazdım bura. Hər hansı bir elm deyil. Elə belə bir ipucudur da. Bu tarixdə necə yadlarında saxlamırlar, hansısa baş hərfi ilə, nə ilə. Bu da elə belə bir şeydir. Bir-birindən qarşılıq təşkil edənlər amma əzbər bilməlisiniz. Tamam, bu oldu bizim kar və zingiltli samitlərimiz. İndi sonu artıq bundan sonra nə danışsam birbaşa özü düşmə ehtimalı var. Birbaşa düşmə ehtimalı var. Deməli, Rauf, sonu BDGC hərfləri ilə bitən sözlərimiz var dilimizdə. Çoxdur. Nümunə deyə bilərik. Corab, palıd, pələng, ağac, qılınc, nə qədər desəz, nümunə deyə bilərik. Bu sözlər tələffüz zamanı necə olur görək? Uşaqlar, sonu bu hərflərlə bitən sözlər, iki formada ola bilər. Ya karlaşa bilər, yəni B nə olacaq? P, D nə olacaq? T, C, Ç, C da Ç. Ya da olduğu kimi, yəni zingiltili qala bilər. Amma nə zaman? Nümunə yazım, ondan sonra deyim. Tutaq ki, yazıram qılınc. Qılıncdan. Baxırıq bura. Uşaqlar, mən də C ilə yazdım. D-dir, D-də, C-də, B-də bunun kimidir, ayda. Bundan sonra, bu qılınc sözündən sonra hansısa bir söz gəlib, hansısa bir şəkilçi gəlib, heç nə. Və nə baş verib? Karlaşıb. Keçirəm təzdən. Qılınc sözündən sonra nə gəlib? Şəkilçi. Şəkilçimiz nə ilə başlayır? Ədlə, samitlə. Nə olacaq yenə? Karlaşacaq. Qılınc sözündən sonra bu dəfə söz gəlib. Saitlə başlayan söz gəlib, yoxsa samitlə başlayan söz? Samitlə. Yenə nə oldu? Karlaşdı. Deməli, tələsmirik. Sonu BDGC ilə bitən sözlər sabir. Onlardan sonra heç nə gəlməyəndə, yəni müstəqil işləndə və yaxud da samit gələndə nə olur? Karlaşır. Məsələn, deyirik ki, palıd qozası. O necə olacaq? Palıd. Və yaxud da deyirik ki, corab sapı. Necə olacaq? Corab. Çünki samit gəlib. Deməli, sonu BDGC ilə bitənlərin nə zaman kar olduğunu bildiyimi, indi keçək görək nə zaman olduğu kimi qalır. Yəni, zingiltili qalır. Yazırıq bura. Məsələn, qılınc nəyi olsun saitlə bitən? Əyrisi. Tutaq ki, yazdım. Özündən sonra nə gəlib? Sait gəlib. Deməli, necə tərəs ediləcək? Olduğu kimi C olaraq qaldı. Və yaxud da palıd ağacı necə tərəs ediləcək? Olduğu kimi D. Çünki özündən sonra nə gəlib? Sait gəlib. İstəyir ondan sonra saitlə başlanan şəkilsi, istəyir saitlə başlanan söz gəlsə, nə olacaq? Olduğu kimi qalacaq. Çətinlik var burada BDGC. İndi bunun bir dənə istisnası var. Nədir o istisnası? Uşaqlar, sonu BDGC ilə bitən iki hərfli, üç hərfli sözlərdə bu qayda yoxdur. Onlar həmişə necə qalacaq? Həmişə olduğu kimi qalacaq. Bir dənə söz deyim. Süd. Çox istifadə edirik evdə, ya içməyə, ya nəysə qatmağa. Süd deyirik biz ona, süd. İstəyir sait gəlsin, istəyir samit gəlsin. Həmişə necə qalır olduğu kimi? Süd. Və yaxud da od. Od, alov. Düzdür, ot da başqadır, ot. O inək yeri, ot. O başqa şeydir. Odu biz otla deyirik, istəyir sait. Xeyr. Deməli, nə zaman BDGC olduğu kimi qalır?
İki hərfli və üç hərfli. Yəni sait samit olanlarda, bir də samit sait samit olan sözlərdə necə qalır? Olduğu kimi qalır. İndi kimsə qayıdıb deyə bilər ki, müəllim, siz dediyiniz süddü, oddu, tacdı, bəddi, bu sözlər bir hezaldır. Onda belə çıxır bütün bir hezallarda. Xeyr. Hansı bir hezallarda? İki hərfli, üç hərfli. Dörd hərflər deyil olmur. Məsələn, qənd yazıram. Nə olsun bir hezaldır? Burada bu qayda kimidir. Samit gələndə çağrılışacaq qənd. Sait gələndə nə olacaq Fatimə? Olduğu kimi qalacaq. Hansı sözlərdə B-də gecə olduğu kimi qalacaq? İki hərfli və üç hərfli sözlərdə. Yəni sait samit olan sözlərdə, bir də samit sait samit olan sözlərdə. Amma 4 hərf və daha obli sözlərdə isə necə olur? Bu qayda baş verir. Tək gələndə və ya samit gələndə nə olur? Çağrılaşır. Sait gələndə olduğu kimi qalır. Bir də bir-iki istisna var. Təəccüb, təəssüb. Onlarda da heç vaxt dəyişmir. Onlarda yazmışam. Ümumiyyətlə, hər qaydanı izah edəndən sonra uşaqlar, o qaydadan kənara çıxan sözlər olur. Onları mən qeyd kimi yazıram. O qeydləri artıq siz yadınızda saxlamalısınız. Aşırın növbəti səhifəyə. Növbəti səhifədə gəlir Q hərfi. Biz 4-5 il əvvəl belə bir mövzu keçirdik şagirdlərə. Milli və alınma sözləri. Ən azı bir dərsimiz ona gedirdi. Bir 40 dəqiqəlik izah verirdik. O xüsusiyyətlə, bu xüsusiyyətlə axtarmağa çalışırdıq ki, bu milli öz sözümüzdür, dədə-babamızdan bizə qalıb, türklərdən, yoxsa bu Avropadan, ərəb farsdan almışıq. Çox sağ olsun Dövlət İmtahan Mərkəzi həmin mövzuları proqramdan çıxartdı da indi sizə milli və alınma sözlər düşmür və bizim də ona vaxtımız getmir. Amma mən belə bir üsulla izah edirəm. Sonu q ilə bitən sözləri mən ikiyə bölürəm sizlər üçün. Milli və alınma. Çox rahat bir yolu ilə də bilirsən ki, bu millidir yoxsa alınma. Niyə bunu ikiyə bölürəm? Bu düşməsə də bu tipli sözlər, sonu q ilə bitən sözlər çox düşür. Mən indi hardan bilim bu sonu q ilə bitən sözlər necə tələffüz edilir, necə yazılır? Uşaqlar, sonu q ilə bitən sözlər görən kimi iki cür tələffüz edin. Ya x ilə, ya k ilə. Əgər x ilə tələffüz edəndə məntiqli olursa, nə olacaq? Milli, rəvan. K ilə tələffüz edəndə məna verirsə, nə olacaq? Alınma. Bir söz deyim. Müstəntiq. Müstəntiq yazılır. Müstəntiq deyirik, yoxsa müstəntiq deyirik? Hansı məntiqlidir? K ilə. Deməli, nədir? Alınma. İttifaq deyirik. Mehdi. İttifaq deyirik, yoxsa ittifaq? Amma bulaq sözünü heç kim bulaq demir. Nə deyir? Bulaq. Deməli, nədir? Milli. Görürsünüz, bir cümləni sizə onun fərqini izah etdim. X ilə demək mümkündürsə nədir? Milli. K ilə demək mümkündürsə alınma. Hüquq. Tələffüz eləyək. Hüquq yoxsa hüquq? K. Deməli, nədir? Alınmadı. Şəfəq. Şəfəq yoxsa şəfəq? Şəfəq. Alınmadı. Amma tutaq ki, qulaq. Qulaq. Düzdür? Amma burada da əslində səhv var. Çox adam sonu q ilə bitən sözlərə q ilə deyir. Qulaq, ayaq, səhv deyirlər onlar. O zaman onu q deyə bilərdi ki, ondan sonra nə gəlsin? Sait gəlsin. Belə tək işlərində həmişə necə demək lazımdır? X. Bizim o dilimizdə, tələffüzümüzdə ən çox səhv edilənlərdən biri də budur. Sonu q ilə bitən sözləri x ilə normalda tələffüz edilməlidir. Çox adam belə deyir. Qulağı, qulaq, q, ayaq, səhv deyil, x olmalı. Nəysə, indi o ayrı bir mövzu, onu qoyaq kənara. Bunu ayıra bildiyimi? Əla. Onda milli sözləri ayırandan sonra onların başqa cür tələffüz forması var. Alınmaların başqa cür tələffüzü var. Gəlin onları izah eləyək. Tutaq ki, yazaq bura qulaq, qulaq. Uşaqlar, baxaq bu milli sözlərin dərcəsinə və bunun bir nümunə ilə, bu yazdığım qulaq nümunəsi ilə biz o qaydanı tam başa düşəcəyik. Özündən sonra hansısa bir söz şəkilçi gəlib? Gəlib Gülay? Gəlməyib. Deməli, tək işlənədir, yəni özündən sonra heç nə gəlməyəndə necə tələffüz edəcək?
X kimi. Özündən sonra nə gəlib? Samit. Yəni D-də samit. Samit gəlib. Necə tələffüz edilib? X kimi. Özündən sonra yenə samit gəlib. Bu dəfə şəkilçi yox söz gəlib. Necə tələffüz edilib? X. Özündən sonra nə gəlib? Sait. Necə tələffüz edilib? X. Deməli, sonu q ilə bitən milli sözlər tək işləndikdə və yaxud da samit gəldikdə necə tələffüz edilir? X. Sait gəldikdə necə tələffüz edilir? X. Bitdi. Bu qədər çox bəsit bir qayda. İstənilən sözü day. Qulaqdır, qıraqdır. Qıraq ərazi. Necə tələffüz edəcək? Qıraq ərazi. Düzdür? Ayaq ağrısı. Necə olacaq? Ayaq ağrısı. Düzdür? Amma ayaq sancısı day. Ayağı yox, ayaq sancısı olmalıdır. Bu belə. Alınmalarda necədir? İndi ona da bir də hüquq sözü ilə sizə izah edim. Hüquq. K. Hüquqdan. K yenə. Hüquq. Bölməsi. Yenə nə oldu? K. İndi sait gəlsin. Hüquq. Elmi. Burada isə nə oldu? Q. Baxaq. Görək, alınmalarda prinsip necədir? Özündən sonra nəsə gəlibmi? Necə təhsil edilib? K kimi. Özündən sonra nə gəlib? Samitlə başlayan şəkilsi. Burada nə gəlib? Samitlə başlayan söz. Yenə nə olub? K. Bunun kimidir də. Burada özündən sonra heç nə gəlməyəndə və yaxud da samit gələndə X olurdu. Burada özündən sonra heç nə gəlməyəndə və yaxud da samit gələndə nə olur? K. Burada özündən sonra sait gələndə nə olurdu? X. Burada isə necə qalır? Olduğu kimi qalır. Da, hüquq elmi heç kim demir. Bitdi, bu qədər. Sonra q hərfi ilə bitən sözlərdə hər hansı bir problem artıq bundan sonra bizim üçün olmayacaq. Rahatlıqla həmin testləri yaza biləcəyik. Təbii ki, indi burada mənə qulaq asdınız. Gedib evdə mütləq təzədən videosuna da baxacaqsınız, göndərəcəm və qaydasını da oxuyacaqsınız. Qaydasını oxuyanda görəcəksiniz ki, burada çoxdur. Sertiyozlar, sxemlər. Əsas mənim üçün budur, bu videodur. Burada bu çox olanlar nümunələrdir. Elə bu video sizə həmişə də bəs eləyəcək, onu tam başa düşəsiniz. Mütləq evdə də baxın videosuna. Necə? Yox, indi davamı var hələ. İndi görək q hərfi hansı səslər ifadə eləyir? Baxaq. Uşaqlar, istənilən hərf ilk növbədə hansı səs ifadə etməlidir? Öz səsini ifadə etməlidir. Q ilə q-ni ifadə edir də. Məsələn, elə qulaq sözündə ilk hərf nədir? Q-dır. Bunu başqa şey deyənməli ki. İkinci başqa nəyi ifadə elədi? X-ni ifadə eləyə bildi? İfadə eləyə bildi. K-ni ifadə eləyə bildi? İfadə eləyə bildi. G-ni ifadə eləyə bildi? İfadə eləyə bildi. Deməli, avtomatik olaraq q hərfi neçə səsi ifadə eləyə bilər? 4 səsi ifadə etmiş ola bilər. Q hərfi haqqında bu qədər. Bunlar yadımızda qalsın. Keçək indi sonuncu mövzumuz Ç hərfinə. Orada da bu yolla istifadə edib rahatlıqla başa düşək. Sonu Ç ilə bitən sözlərdə uşaqlar 2 yerə bölürük yenə. Baxın, sonu Ç ilə bitən sözlərdə 2 yerə bölürük. Milli, alınma. Əgər sonu Ç ilə bitən sözləri mən tələffüz edirəm. X üstü şişrik, yəni yığının çay qarışlığı kimi tələffüz edirəm, eləyə bilirəmsə, nə olacaq o? Milli. Ç-nı heç dəyişmədən olduğu kimi tələffüz edirəmsə, nə olacaq? Alınma. Gəlin bir nümunə deyək. Təbrik edirəm, ay dostum səni, kimsə deyir. Uşaqlar, təbrik edirəm deyə bilərik. Həmişə istəyir ona sonra sahib gəlsin, samit gəlsin. Nə deməli? Təbrik. Təbriklər, təbrik edirəm, fərqi yoxdur. Deməli nədir? Alınmada. Şərik. O mənim şəriyimdir demirik ki. Nə deyir? Şərikimdir. Şərik. Necə tələffüz edilməlidir? Ç ilə. Deməli nədir? Alınmadı. Müştərək, idrak. Dərk etməklə bağlıdır. Düzdür, dərk. Yəni, olduğu kimi qalır. Deməli, nədir olar? Alınmadı. Amma çiçək sözünü tələffüz edin. Kim çiçək deyir? Yazırıq, çiçək yazmalıyıq. Amma heç kim çiçək demir. Nə deyir? Çiçək aldım. Ya, çiçək satdım. Düzdür? Hə, deməli o çiçək nəymiş? Milliymiş. İndi görək, millilər necə tələffüz edilir? Alınma və milli olmağının yolunu bildik. Q hərfini necə tapırdıq alınma ediyorsa milli? X ilə deyəndə nə olurdu? Milli. K ilə deyəndə nə olurdu? Alınma. Burada isə X ştrixlə deyəndə nə olur? Milli. Q ilə deyəndə nə olur? Alınma. Gəlin görək millilər necə olur? Çiçək.
Baxırıq. Artıq məncə bu nümunələrdə baxıb özünüz qayda çıxarda bilərsiniz. Sonu çeyləkdən milli sözlər. Sonu çeyləkdən milli sözlərdən sonra heç nə gəlməyəndə və yaxud da samit gələndə necə tələffüz edilir? Xışdırıq. Sait gələndə necə tələffüz edilir? Çətin bir qayda var. Bitdi. Bununla da milliləri bildik. Alınmaları əslində nümunə 30 dənə yazsam eyni şey yazacağam. Ona görə birini yazıram bəsdir. Tutaq ki, təbriklər. Nə gəlib? Samit gəlib. Necə tələffüz ediləcək? Ç olduğu kimi. Və yaxud da təbrik edirəm. Yenə də necə tələffüz ediləcək? Hə, artıq Ç-nın alınması tamamilə başqadır. Q-nın alınması da dəyişirdi, qazad olurdu. Amma bu Ç-nın alınması ağıllıdır, bizi incitmir çox. İstəyir sait gəlsin, istəyir samit gəlsin, istəyir təkiklənsin, fərqi yoxdur. Həmişə necə tələffüz edilir? Olduğu kimi tələffüz edilir. Bu da oldu bizə Ç haqqında məlumatlar. Millilərimiz xışdırıq və yaxud da samit gələndə, təkiklənəndə xışdırıq, sait gələndə y olur. Alınmalar fərqi yoxdur. Nə gəlir, gəlsin. Nə olacaq? Ç. İndi başqa bir şey ortalığa çıxardaq. Q hərfini keçəndə demişdik ki, Rıza neçə səs ifadə etmişdi Q? 4 səs ifadə etmişdi. Amma Q hərfi 5 səsi ifadə edə bilər. Onun bəzilərinin bugün keçsin, bəzilərinin gələn dəfə keçsin. Amma yazım. Məsələn, ilk növbədə ilə Q hərfi mütləq Q səsini ifadə etməlidir. Sonra Q hərfi bayaq demişdimi? K-nı da ifadə edirdi. Düzdür. Bank yazırıq. Deyirik bank. Yazanda amma onu nə ilə yazırıq? Ç ilə yazırıq, amma deyil tələffüzündə haqqı. Deməli, K-nı da ifadə ikisi. Sonra xışdırıq olur, olur 3. Y olur 4. Birində indi bugün keçməmişik. Gəlin növbətlər keçəcək. Belə bir nümunəmiz var. Sək-kiz yazılır. Necə deyirsiniz? Sək-ciz. Ç-ciyə də keçə bilir. Deməli, Ç hərfini səs ifadə edə bilir. 5 səsi ifadə eləyə bilir. Bir də görürsünüz, uzun bir nümunə yazıb. Ç hərfi ardıcılı olaraq hansı səsləri ifadə eləyir? Məsələn, istəyirsiniz, nümunəyə yazaq. İndi bunu silək. Tax ki, bu hissəni saxlayıram. Yazdım. Hə, gəlin baxaq Ç hərflərinə. Hamı diqqətlə baxsın. Bir Ç, hələ ki bunu silək, özümüz tapacağıq da cavabını. Bir Ç, burada yoxdur. 2 Ç, 3 Ç, 4 Ç, 5 Ç hərfi var. Düzdür? İndi ifadə etdiyi səslərə baxaq. Hər vergül ortasına baxaq. Bu hissəyə baxaq. Çiçək qoxusunda, çiçəkdən sonra nə gəlib? Samit. Deməli, bu Ç nəyi ifadə etməlidir? Nəyi ifadə etməlidir samit gələndə? Y olur, xışdırıq olur. Xışdırıq. Bu oldu xışdırıq. Bitdi. Keçirik bura. Təbrik. Özündən sonra heç nə gəlməyib. İndi alınmadı yoxsa millidir? Hardan bilir? Çünki təbrik deyə bilmirəm. Alınmadı. Alınmadsa necə olacaq? Olduğu kimi. Keçirəm bura. Hə. Sək-ciz. İndi bunun növbətlər keçəcək. Amma bilirsiniz ki, birinci Ç olduğu kimi qalır. İkincinin özü olur C. Çiçək ətri. Hə. Özündən sonra samit gələndə mən xışdırıq demişdim. Amma sait gələndə nə olurdu? Y. Deməli, bir dənə Ç hərfi burada bu səsləri ifadə etdi. Birində xışdırıq, sonra Ç, sonra Ç, sonra C, sonra Y səslərini ifadə etdi. Testi də bu formada yazıb ardıcılığını bizə istəyə bilər. Biz rahatlıqla onu tapa biləcəyik. İndi mən sizə bugün dediklərim bilik mərhələsidir, dediyim kimi sizə. Bilik mərhələsidir. Mən sizə dedim, bunu siz həmin an başa düşdünüz. Gedib evdə bunun videosuna baxmasanız və ya dərsi oxumasanız mütləq yaddan çıxacaq. Ona görə isti-isti bunu videosuna baxarsınız.